Hər vaxtınız xeyir. Bilirsiniz, varisəlik məsələləri həmişə biraz qarışıq olur. Vəsiyyətnamələr, qanunlar, bəzən də ailə mübahisələri. Sanki bir labirintdir. Amma təsəvvür edin ki, bu labirintin içində elə bir qayda var ki, sizin ən son, ən qəti vəsiyyətinizi belə dəyişdirə bilər. Bəli, bugün biz məhz bu çox vacib anlayışdan danışacağıq. Məcburi paydan. Gəlin görək bu nə deməkdir. Yaxşı, gəlin söhbətə elə ən vacib sualdan başlayaq. Siz bütün əmlakınızı bir nəfərə vəsiyyət etmisinizsə, bu qərarınız tamamilə toxunulmazdır, yoxsa qanunun sizin bu son istəyinizə bir şəkildə müdaxilə etmək gücü var? Cavab, sizi deyim ki, bir xeyli təəccübləndirə bilər. Əslində burada iki fundamental prinsip bir-biri ilə toqquşur. Bir tərəfdə vəsiyyət azadlığı var. Yəni, bu, sizin öz qazandığınız mülkü istədiyiniz adama vermək hüququnuzdur. Amma digər tərəfdə də qanuni vərəsəlik hüququ dayanır. Bu isə qanunun sizin ən yaxınlarınızı, övladlarınızı, həyat yoldaşınızı qorumaq üçün yaratdığı bir zəmanətdir. Bəs görəsən, bu iki güc qarşı-qarşıya gələndə hansı qalib gəlir? Bugünkü araşdırmamızın yol xəritəsi belədir. Əvvəlcə vəsiyyətlə qanunun bu toqquşmasından danışacağıq, sonra çox maraqlı, real bir ailə mübahisəsinə baxacağıq, bundan sonra məcburi payın tam olaraq nə olduğunu aydınlaşdıracağıq, məhkəmənin bu işə necə aydınlıq gətirdiyini öyrənəcəyik və sonda da hamımız üçün faydalı olacaq bəzi praktik məsləhətlər verəcəyik. Gəlin məsələnin kökündən, yəni ən təməlindən başlayaq. Bilirsiniz, Azərbaycanda mülkiyyət və vərasətlik hüquqları adi bir şey deyil. Onlar birbaşa ölkənin ana qanunu olan Konstitusiya tərəfindən qorunur. Baxın, bu cümlə çox vacibdir. Konstitusiyanın 29-cu maddəsi açıq-aydın deyir ki, dövlət vərəsəlik hüququna təminat verir. Bunun mənası nədir? Bu o deməkdir ki, həm sizin öz malınızı kiməsə miras qoymaq hüququnuz qorunur, həm də kimsənin qanuni vərəsəsi kimi miras almaq hüququnuz. Mülki məcəllə isə bu konstitusiya prinsipini, yəni daha aydın, daha praktik bir dilə çevirir. Deməli, vərəsəlik iki yolla baş verir. Ya sizin yazdığınız vəsiyyətə əsasən, ya da əgər ortada bir vəsiyyət yoxdursa, o zaman birbaşa qanun işə düşür. Yəni, qanun özü deyir ki, kim nə qədər pay almalıdır. Əsl problem də bax bu iki yolun bir-biri ilə toqquşduğu nöqtədə yaranır. Yaxşı, gəlin bu nəzəriyyəni bir kənara qoyaq və bu qanunların real həyatda necə işlədiyinə baxaq. Bunun üçün Alimovlar ailəsinin hekayəsi mükəmməl bir nümunədir. Onların yaşadığı bu mübahisə məsələnin bütün çətin tərəflərini gözümüzün önünə sərir. Deməli, hekayə belə başlayır. Bir ana rəhmətə getməzdən əvvəl vəsiyyətnamə yazır və öz mənzilini 4 oğlundan sadəcə birinə, yəni A. Alimova miras qoyur. İlk baxışda hər şey aydındır, elə deyilmi? Ananın son istəyi budur. Amma işlər elə də sadə deyil. Məhz bu nöqtədə qanun səhnəyə çıxır. Vəsiyyətnamənin olmasına baxmayaraq, qanun deyir ki, bir dəqiqə, mərhumun digər övladlarının da toxunulmaz hüquqları var. Və məhkəmə müəyyən edir ki, kənarda qalan digər 3 qardaşın hər birinin mənzildən 1/10 pay almaq hüququ var. Bu, məhz o bayaqdan danışdığımız məcburi paydır. Gördüyünüz kimi, ananın vəsiyyəti ilə qanun birbaşa ziddiyyət təşkil edir. Hadisələr daha da mürəkkəbləşir. Məcburi pay hüququ olan qardaşlardan biri, B. Alimov, bu payını rəsmiləşdirə bilmədən dünyasını dəyişir. Qanuna görə onun bu hüququ itmir, əksinə həyat yoldaşına keçir. İndi təsəvvür edin, mübahisə təkcə qardaşlar arasında getmir. Artıq ailəyə kənardan yeni bir tərəf də qoşulub. Və bütün bu prosesin sonunda məhkəmələr çox fundamental bir sualla yüz-üzə qalırlar. Bu məcburi pay nə deməkdir? Yəni, bu hüququ olan şəxsə mənzilin bir otağı verilməlidir, yoxsa bu sadəcə həmin payın pulunu tələb etmək hüququdur? Bax, bu sualın cavabı bütün işin taleyini həll edəcəkdir. İndi gəlin bu mübahisənin mərkəzində dayanan məcburi pay anlayışını bir dəfəlik aydınlaşdıraq. Əslində məcburi pay qanunun vəsiyyət azadlığına qoyduğu bir məhdudiyyətdir. Sanki ən yaxın ailə üzvləri üçün bir təhlükəsizlik yastığı rolunu oynayır. Daha sadə desək, məcburi pay budur. Siz vəsiyyətinizdə nə yazırsınız yazın, fərqi yoxdur. Qanun deyir ki, sizin övladlarınız, valideynləriniz və ya həyat yoldaşınız mirasdan tamamilə kənarda qala bilməz, onların hər birinin qanunla müəyyən edilmiş minimum bir pay hüququ var və bu hüquq sizin vəsiyyətinizdən də üstündür. Alimovların işində də əsas dilemma bu idi.
Məhkəmələr qərar verə bilmirdi. Bu mecburi pay bir əşya hüququdurmu? Yəni vərəsə gəlib həmin mənzilə şərik olur, yoxsa bu bir tələb hüququdur? Yəni vərəsə mənzilin özünü yox, sadəcə payına düşən hissənin pulunu, kompensasiyasını tələb edə bilər. Bu iki yanaşma arasında razılaşın ki, çox böyük fərq var. Bax, bu qeyri-müəyyənliyə bir son qoymaq üçün məsələ gedib Ali Məhkəməyə qədər çıxdı və Ali Məhkəmə nəhayət məcburi payın necə hesablanmalı və necə tətbiq edilməli olduğuna dair çox vacib bir izahat verdi. Bu rəqəm, yəni 2də 1, əslində bütün məsələnin açarıdır. Ali Məhkəmə dedi ki, məcburi payın həcmi həmin vərəsənin heç bir vəsiyyətnamə olmasaydı, qanun üzrə alacağı payın düz yarısına bərabərdir. Yəni, qanunla sizə normalda bir pay düşürdüsə, vəsiyyət olanda belə, siz həmin payın ən azı yarısını tələb edə bilərsiniz. Bu, sizin toxunulmaz hüququnuzdur. Ali Məhkəmə bunun üçün çox aydın bir yolda göstərdi. Gəlin addım-addım baxaq. Birinci addım, mərhumun bütün əmlakının dəyəri hesablanır. İkinci addım, düşünürük ki, əgər vəsiyyət olmasaydı, bu adam qanunla nə qədər pay almalıydı? Üçüncü addım, bax, həmin o qanuni payın düz yarısı onun məcburi payı hesab olunur. Dördüncü addım isə çox maraqlıdır. Yoxlanılır ki, bəlkə bu adam başqa bir yolla, məsələn, sağlığında hədiyyə alaraq artıq bu dəyəri əldə edib. Və sonuncu 5-ci addım, əgər hələ də pay çatmırsa, bax, o çatışmayan məbləğ vəsiyyət edilən əmlakın dəyərindən ödənilir. Qısacası, məhkəmə dedi ki, əsas məsələ mənzilin özü deyil, onun dəyəridir. Yaxşı. Bəs bütün bu hüquqi izahlar real həyatda bizim üçün nə deməkdir? Gəlin indi vərəsəlik prosesi ilə üzləşən və ya üzləşə biləcək hər kəs üçün bir neçə həyatı praktik məsləhətə nəzər salaq. Yadda saxlayın, ən vacib qayda zamandır. Miras açıldığı gündən, yəni şəxs vəfat etdiyi gündən mirası qəbul etmək və ya ondan imtina etmək üçün cəmi 6 ay vaxtınız var. Bu müddəti qaçırsanız, hüquqlarınızı bərpa etmək yalnız məhkəmə yolu ilə mümkün olacaq ki, bu da həm uzun, həm də mürəkkəb bir prosesdir. Əgər mirasdan imtina etməyi düşünürsünüzsə, bu qaydaları mütləq bilməlisiniz. Birincisi, bu qərar qətidir, yəni sonra fikrinizi dəyişə bilməzsiniz. İkincisi, imtina edərkən heç bir şərt qoya bilməzsiniz. Məsələn, filan şey olsa imtina edirəm kimi bir şey yoxdur. Üçüncüsü, mirası hissə-hissə qəbul edə bilməzsiniz. Yəni, evi götürürəm, amma borclardan imtina edirəm demək olmaz. Ya hamısı, ya heç biri. Və ən əsası, imtina şifahi olmur, mütləq notariusa ərizə yazıb rəsmiləşdirmək lazımdır. Prosesə başlamaq üçün isə sizdən bəzi sənədlər tələb olunacaq. Bax, bu siyahı ilk baxışdan uzun görünə bilər, amma əslində məntiqi sadədir. Siz mərhumun öldüyünü, sizin onunla qohum olduğunuzu və miras qoyulan əmlakın mövcudluğunu sənədlərlə sübut etməlisiniz. Bu sənədləri əvvəlcədən hazırlasanız, işiniz xeyli asanlaşar. Sonda isə gəlin elə başladığımız suala geri dönək. Bütün bu danışdıqlarımızdan sonra aydın olur ki, mirasınızı planlaşdırarkən sadəcə bir vəsiyyətnamə yazmaq bəzən yetərli olmur. Qanunun o məcburi pay kimi qoruyucu mexanizmlərini nəzərə almadan verilən qərarlar gələcəkdə ailə daxilində ciddi mübahisələrə, məhkəmə çəkişmələrinə səbəb ola bilər. Ona görə də əsas məsələ təkcə öz iradənizi bildirmək deyil, həm də bu iradənin qanunla necə uzlaşdığını anlamaqdır.